Sinefirdən də dəfələrlə danışmışıq bu məsələ ilə bağlı. Tramp məsələ burasındadır ki, hələ seçki ərəfəsində çox qısa müddət ərzində, hətta 24 saat ərzində müharibəni dayandıracağını demişdi. Təbii ki, aydın məsələ idi ki, 24 saat ərzində belə geniş masştablı müharibəni dayandırmaq qeyri-mümkündür və tərəflərin təbii ki, hər birinin özünün ciddi şərtləri var. Gələndən sonra da 6 ay müddətində dayandıracağını demişdi. 100 günü tamam olur, amma hələ real bir nəticə ortalıqda yoxdur. Biz daha çox Trumpın Rusiyaya reveranslar etməyini müşahidə etdik. Ukraynanın üzərinə gəlməsini, hətta Ukrayna prezidentinə qarşı o Ağ Evdə edilən hörmətsizlik gündəmdə oldu və belə bir təsəvvür əslində formalaşdı ki, daha çox Ukraynaya təpki göstərməklə, Rusiyaya müəyyən formada siyasi dəstək verməklə məsələni bitirmək istəyirlər. Əslində Trumpın bəzi açıqlamaları da var ki, heç bir halda qəbul ediləsi deyil. Məsələn, Trump açıq şəkildə deyir ki, Ukrayna hələ razılaşsın ki, Rusiya tam onun ərazisini işğal etməyib. Buna görə bir hələ sağ ol da deməlidir. Yəni, qəbul etmədiyimiz, etməyəcəyimiz və bütövlükdə dünya düzəninə tam əks olan mövqe sərgilənməkdir. Amma reallığı əks etdirən mövqedə hesab edirəm. Çünki biz hər zaman beynəlxalq hüquqa istinad edirdik, beynəlxalq cəmiyyətin bu hadisələrə necə reaksiya verər. Amma 30 il ərzində gördük ki, Azərbaycan torpaqları işğal altındaydı. Beynəlxalq birlik nə reaksiya verirdi? Əksinə Azərbaycana elə həmin Amerika tərəfindən 9-7-ci düzəliş qəbul edilmişdi və faktiki olaraq bu prosesdə vasitəçilik missiyasını özünə götürən tərəflərdən birincisi də Amerika Birləşmiş Ştatlarıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən, aparıcı həmsədrlərindən biri olaraq. Nəticə yox idi ortalıqda və biz öz gücümüzə bu prosesi apardıq və nəhayət etibarilə həll etmiş olduq. Eləcə də Ukrayna ilə bağlı məsələdə də analoji vəziyyət ortadadır. Amma məsələ burasındadır ki, Trump məsələyə fərqli bir prizmadan yanaşmağı üstünlük veribdir. Bu da iqtisadi məsələdir və bu gün sir deyil ki, iqtisadiyyat əvvəllər də belə olubdur əslində. Bir çox hallarda pərdə arxası olub, indi tam açıq bir surətdə bilinir ki, siyasəti idarə edən də iqtisadiyyatdır. Trump özü də biznesdən gəlibdir və onun biznes təfəkkürü də var və iqtisadiyyat daha güclü olsa siyasi məsələləri daha tez həll etmək olar deyə bir təfəkkürə malikdir. Bu baxımdan Ukrayna ilə artıq imzalanan belə deyək, bir təbii sərvətlərin bir istismarı ilə bağlı ki, müqavilə var. Artıq imzalandı və bu prizmadan baxılsa əgər, müharibənin yaxın dönəmdə dayandırıla biləcəyi ehtimalı kifayət qədər böyükdür. Rusiya nə qədər razılaşmasa belə, indi təbii ki, Trump açıq deyir ki, Rusiya ilə açıq konfrontasiyaya getmək istəmirik. Çünki bu 3-cü Dünya müharibəsinə gətirib çıxara bilər. Amma bu müqavilə imzalanırsa, bunu təsəvvür etmək lazımdır ki, artıq orada Amerikanın özünün iqtisadi maraqları olacaq bu müqavilə kontekstində. Eyni zamanda investisiyalar qoyulacaq, daha çox Amerika şirkətləri tərəfindən qoyulacaq və o investisiyalar qoyulan sahələrə Rusiya ürək edəcəkmi? Həmin o hücumları etsin və o qoyulan investisiyaların faktiki olaraq məhvinə səbəb olsun. Buna təbii ki, Amerika tərəf dözməyəcək heç bir halda və bu Rusiya da bunun fərqindədir, bir mənalı hesab edirəm ki, bu baxımdan yanaşsaq məsələyə müəyyən qədər müharibənin ən azından o aktiv fazasının dayandırılmasına nail oluna bilər deyə fikirdəyəm. Görünən bundan ibarət ki, bu belə olacaq. Çünki Ukrayna tərəfi artıq razılıq verdi imzalanmağa. Donald Trump Ukraynadan istədiyini qopardı. O zaman Rusiyaya indi təzyiqləri başlayacaq. İndi Rusiyaya təzyiqlər başlayacaq və açıq da deyir ki, əgər Putin razılaşmayacaqsa peşman olacaq, faktiki olaraq bunu bəyan eləyir və sözün həqiqi mənasında da belədir. İndi Putin təbii ki, siz də qeyd elədiniz, 9 may paradı gözlənilir Rusiyada. Faşizm üzərində qələbənin 80 illiyidir. Və o parada qədər görürsünüz, belə fake məlumatlar yayılmağa başladı elə Rusiya rəsmiləri tərəfindən ki, Kursk tam olaraq Rusiyanın nəzarətinə keçib ki, amma sonradan məlum olur ki, elə Kurskun bəzi ərazilərdə hələ də bir çox əraziləri hələ də Ukrayna ordusunun nəzarətində. Eləcə də Belqradda bir gün əvvəl Belqrad meri etiraf elədi ki,
diversantlar giribdilər, çıxıbdılar güya Belqradın mərkəzinə. Mərkəzinə giriblərsə Belqradın bir neçə yaşayış məntəqəsi də Ukraynanın nəzarətində. Yəni ziddiyyətli məlumatlar gəlir, amma konkret olaraq hələ də Rusiya öz ərazisindən belə Ukrayna ordusunu sona qədər çıxarmağa nail ola bilməyibdir. Yəni reallıq bundan ibarətdir. Ukraynaya dəstək davam eləyir. Avropa ölkələri tərəfindən dəstək davam eləməkdədir. Və səhv eləmirəmsə elə keçən dəfə sizin efirdən də bu məsələni müzakirə eləyəndə mən dedim ki, əslində Trumpın o ilkin olaraq o Ukraynaya barmaq silkələməsi faktiki olaraq qoca Avropanı silkələmiş oldu. Ukraynadan daha çox Avropa ölkələri bir silkələndi və mən hesab edirəm ki, çox doğru yanaşma elədi ki, ən çox Rusiya təhlükəsinə məruz qala biləcək tərəf sizsiz, Avropa ölkələridir. Okean otayında Amerika üçün bir ciddi problem yaratmır əslində Rusiya.